Kanala abunə olub videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Dekabrın 28-i 11-ci siniflərə OTK buraxılış imtahanında salınan sualın izahına baxırıq. Bu ifadənin qiymətini tapmaq üçün baxın bu həddi mötərizənin içərisindəki hədlərə vurub açacağıq. Yazırıq ki, əvvəlcə kök altında 4 çıx kökdə 7 vur 4 çıx kökdə 7. 4 çıx kökdə 7-ni 4 çıx kökdə 7-yə vuracağıq. Üstə gəl kökdə 2-ni vuracağıq 4 çıx kökdə 7-yə. Burada alınacaq 4 çıx kökdə 7-nin kvadratı. Üstə gəl kökün altında 2-ni 4-ə vururam 8, 2-ni kökdə 7-yə 2 kökdə 7. Burada biz bilirik kökün dərəcəsi 2-dir. Bu köklə 2 gedir. Ona görə dərəcə baxın burada yazılıb. Dərəcə heç vaxt 2 olsa yazılmır. Burada alındı 4 çıx kökdə 7. Təbii ki, müsbətdirsə özü çıxır, mənfidirsə əksi çıxacaq cüt dərəcədən. Üstə gəl, bu da. Baxın 8 çıx 2 kökdə 7 ifadəsi. Kökdə 7 çıx 1-in mötərizə kvadratın açılışıdır. Tam kvadrata ayırsaq, bunu almış olasıyıq. Bu 2 qat radikallar mövzusudur. Bərabərdir 4 çıx kökdə 7. Üstə gəl, buradan da elə kökdə 7 çıx 1 çıxacaq. Kökdə 7-lər islah olunur. 4-dən də 1 çıxıram. Düzgün cavab 3 Y variantı olar.